Salam aleyküm, hamınızı salamlayıram, hər vaxtınız xeyirli olsun. İndi mən Alqulu kəndində məktəbimizin yerindəyəm. İndi dayandığım yer futbol meydançamızıdır. Burada futbol oynayardıq, doyunca, tərliyincə. Bu qıraqda da bizim idman alətlərimiz vardı. Paralel qollar, turnir vesaire. Bak bu hissədə. Göstərdiyim hissədə idman alətləriydi. Burada da qapımızın biri buradaydı, biri də o atların dayandığı yerdə. Burada 7-ci sinifin fevral ayının 13-nə qədər mən bu məktəbdə oxumuşam. Alqulu kənd 8 illik məktəbi. Bax, məktəbimizin yeri. Bax, bura məktəbimizin yeriydi. İndi heç nə daşı qalıb. Elə bil ki, vəhşi düşmən daşı, ağacı nəyi var söküb aparıb, yeni. Buraları. Bax, buradaydı. Məktəbimizin yeri buradaydı. Bura ən başda sağ tərəfdə ədəbiyyat kabineti idi. Sol tərəfdə Rus dili kabineti idi. Bax, bu tərəfdə Rus dili kabineti bizim evə tərəf baxırdı. Ortada kimya fakültesi, kimya kabineti idi. Onun sağ tərəfi yadımdan çıxıb hansı kabinetidir. Bax, belə başda müəllimlər otağı idi. Yəni 7-ci sinifin fevral ayının 13-nə qədər mən bu məktəbdə oxumuşam. Anam da düz 36 il bu məktəbdə, daha doğrusu bu məktəb tikilərindən əvvəl məktəb burada olmayıb. Anam bir müddət rəhmətlik Hacıyev İsmail əminin evində işləyib. Orada sonra bir müddət rəhmətlik Bəşir Daimilin evində, sonradan Bahadur müəllim almışdı o evi. O evdə olub məktəb. Və bu məktəb tikilərindən hardasa 50-60-cı illərdən etibarən anam düz Laçın işğal olunana qədər bu məktəbdə müəllim işləyib. İbtidai sinif müəllimi. Sonra da bir müddət bacım da məktəbi bitirdikdən sonra burada müəllim işləyib. Bu məktəbdə mənim çox gözəl xatirələrim var. Gözəl müəllimlərdən mən burada dərs almışam. Hamısına Allah Teala qəni-qəni rəhmət eləsin. Dünyadan köçənlərə, həyatda olanlara da Allah can sağlığı versin. Bax, bura bizim məktəbin yeri. Alqulu kənd 8 illik məktəbin yeri. Bax, buraydı. Kurdar düşmən buranı talayıb, darmadağın eləyib. Bax, belə. Bugün də sizə 1-ci sinifdən 7-ci sinifin yarısına qədər oxuduğum Alqulu kənd məktəbini və onun futbol meydançasını sizə göstərdim. Sağ olun, Allah'a emanet.